Salam hər kəsə. Bugün az ərzaqla çox dadlı və sərfəli bir yemək hazırladım. Siz də makaronu fərqli dadla sınamaq istəyirsinizsə, bu üsulu mütləq sınayın. Hazırlanması da çox rahatdır. İlkin olaraq sosisləri doğrayıb yaxşı-yaxşı qızartdım. Daha sonra üzərinə hazır pomidorlu sosdan əlavə etdim. İstəyə görə bir qaşıq qaymaq da əlavə edə bilərsiniz. Sosislər ədviyyatlı olduğu üçün mən əlavə ədviyyatdan istifadə etmədim. Daha sonra qaynayan suya duz və yağ əlavə etdim. Makaronları bildiyimiz ənənəvi üsulla bişirib süzdüm. Mən doymaq makaronlarından istifadə etdim. Bişmiş makaronları sosislərin üzərinə əlavə edib yaxşıca qarışdırdım. Ən sonda üzərinə rəndelənmiş Holland pendiri əlavə etdim. Pendir əriyənə qədər qapaq altında bişirdim. Bu üsulla makaronlar çox dadlı olur. Mütləq sınayın. Hələlik!